La ilahe illallahın 7-ci şərti isə qəbul etməkdir. Uca Allah belə buyurur: "İnnahum kanu iza qila lahum la ilahe illallah yestekbirun." Müşriklərə deyildiyi zaman ki, la ilahe illallah deyin, onlar təkəbbürlük göstərdilər. Yəni qəbul etmədilər, rədd etdilər. Və hədisdən isə dəlil Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur ki: "Məsəlu ma ba'athani Allah bihi minəl huda ve'l-ilm kemesel gaythil kesir asabi ardan və kana minha naqiyatun qablatil ma." Allahın mənimlə göndərdiyi doğru yol və elmin misalı bir yerə bol yağan yağışın misalı kimidir ki, o tərtəmiz bir sudur. Və həmin o yer o təmiz suyu qəbul edər və ətrafında ot bitər, bitkilər bitər və o suyu özündə, həmin o yağışın yağdığı o vadi suyu özündə saxlayar. Fənəfəallahu bihən-nasu fəşəribu və saqav və zər'u. Və Allah onunla insanlara fayda verər, insanlar onları içərlər, heyvanlarını içirdərlər və əkin sahələrini bundan suvararlar. Və hədis uzundur və Peyğəmbər sallallahu əleyhi və səlləm əsas bu yeri bizə şahid olandır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dini qəbul edəni buna bənzər. Və hədisin sonunda buyurur ki, və həmin bu misal o kimsə üçündür ki, "Məsəlu men faqaha fi dinillah və nafa'ahu ma ba'athani Allahu bihi və ilmə və allama." Bu misal, yəni özündə yağışın suyunu saxlayıb, ətrafında bitkilər bitirən, insanların içib heyvanları sulardığı və öz ərazilərini suvardığı misalı Allahın dinində fəqih olub, Allahın dinində gələnlə faydalanıb, öyrənib və öyrədənin misalındadır. Qısaca desək, Allahın dinini qəbul edənin misalı belədir. Bu da la ilahe illallahın 7-ci və sonuncu şərti idi. Dini qəbul etmək və Peyğəmbər sallallahu əleyhi və səlləm də onu bir vadiyə bənzətdi ki, özündə suyu saxlaya bilər. Mənası isə odur ki, la ilahe illallahın işarə etdiyi şeyləri qəbul etmək, iman, Allah və Allaha olan itaət barəsində təkəbbürlük göstərməmək deməkdir. Yəni qəbulun da əksi təkəbbürlük göstərmək və yaxud da rədd etmək deməkdir. Ona görə də bu la ilahe illallahın 7 şərtini mükəmməl şəkildə əzbərləyib öyrənmək lazımdır və la ilahe illallahı şərtləri ilə başa düşmək lazımdır. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin.